Power BI açmışıq. Mən də indi datanı yükləmişəm. American Bank New. Gələk dataya baxaq. Data həmişə fikir verəcəyimiz ID-dir. ID həmişə çalışın transform text formatında olsun. Adətən bütün proqramlarda bunu yükləyən kimi avtomatik olaraq hamısı öz data formatına çevrilirlər, amma bəzən görürük ki, çevrilmir. Bunu artıq özünüz manual eləməlisiniz. Date-lərə fikir verin əsas. Date formatındadır. Decimal number, yəni kəsr ədəd formatındadır. Tam olmayan ədəd. Balance. Duration. Tam ədəd formatındadır. Kampaniya tam ədəd formatındadır. Bunlar düzdür. Fikir veriləcəklər əsas bunlardır. Datanı yükləyək. Power BI-yə. Table-a baxaq. Burada table view var. İkinci. Bu datanı burada göstərir. Bunun üstündə də əməliyyatlar aparmaq olur. Burada biraz kod tələb edir, amma ola bilsin. Gələk bura. Burada yaş sütun var. Gəlin dataya yenidən baxaq. Gəlin yaş görürük 15-dən dəyişir 64-ə kimi. Gəlin bunu genderə görə fərqli vizuallarda göstərək. Tutalım. Bir report hazırlayırıq. Burada fərqli vizuallarda göstərməliyik. Power BI kart. Ən yaxşı vizual bunun üçündür. Vuran kimi çox vaxt düz yerə gəlir, amma bəzən səhv yerə də gələ bilir bu. Ona görə buradan X-i basaq. Lazım olanda özümüz əllə artıq gətirək. Value. Value-ya burada sum düşüb, cəm. Bu bizə cəm lazım deyil. Bizə average lazımdır. Çünki yaşı heç vaxt cəm olaraq hesablanmırlar. Sonra burada filtrlər var. Filter on this visual, on this page, on all pages. Bura nəyisə filtr gətirəndə bütün ikinci səhifədə bütün səhifələrə aid olur. İndi bura vurduq, vizuala vurmamışam hələ. Filter on this page. Bura nəyisə bir şey gətirəndə. Buradan hansısa bir sütuna filtr verəndə bu adətən aid olur buradakı bütün vizuallara bu səhifədə. Amma sırf bu vizualı vuranda gördüyünüz kimi bir şey də açıldı. Filter on this visual. Burada gətiririk genderi. Bunu female edirik. Birinci oldu female üçün, yəni qadınlar üçün. İkinci bir vizual yarada kart vizualı. Yenə age-i vura. Average age. Bura gətirək bu dəfə gender, amma kişi üçün. Male. Deməli, ilk iki vizualımız hazırdır. Gəlin bunlara başlıq qoyaq. Burada general hissədə title var. Title. Bunu açaq. Qoyaq ki, average age for women. Burada yazıldı. Bunu böyüdə də bilərik buradan. Average age for women. Rəngini dəyişdik burada. Women. Backgroundda da istədiyimiz rəngi qoya bilərik. Belə. Sonra buradan effektlər var. Yenə buradan background qoya bilərik.
Power BI-də olan vizualı hər hansısa rəng vermək, forma vermək bu artıq ikinci dərəcəli bir işdir, amma vacibdir yenə. Yəni ən az məlumat qədər vacibdir. Bunu da artıq indi özünüz bildiyiniz kimi yəni. Burada da yəni seçimlər var, amma yenə deyirəm, özünüz istədiyiniz rəngə dəyişə bilərsiniz. Tamam, buranı, buranı. İstədiyinizdən başlığı verə bilərsiniz. Yəni burada əsas məsələ nə idi? Filtr əlavə olundu. Filter on this visual. Bu seçim əlavə olundu. Birində female, birində male. Hər iki seçim üçün. Və bir də burada düz seçin. Hər hansısa bir sütunu gətirəndə düz olsun həmin sütun. Düz yerə gəlib düşsün vizualda. Tamam, burada age vurdunuz, gəlib kateqoriyaya düşə bilər avtomatik olaraq. Sizin vizual düz işləməyə bilər. Kateqoriyaya düşəndə belə bir şey verəcək. Bu da heç düz bir şey deyil. Amma təzədən atanda bura yenə sum of age düşür. Bunu dəyişək average age 36-93. Sonra baxaq görək dataya nələr yaratmaq olar. Bəli, burada yaş var və balans var. Maraqlı bir şey yaratmaq olar. Yaş və balans arasındakı əlaqə. Yəni hər bir müştərinin balansında nə qədər vəsaiti var. Buna görə bir əlaqə yaratmaq olar. Burada seçmək olar, tutalım, scatter plot. Age olur x aksisdə. Balans gətirək elə y-ə. Age don't summarize. Burada sum of age-lə hesabladıq. Sum of balansla hesabladıq. Average-lə də hesablaya bilərik. Bunlar adətən statistika da lazım olur. Bunlar paylanmalardır. Deməli, bu nədir? Gəlin samı götürək. Bank maraqlanır ki, balansın yaşlar üzrə paylanması necədir? Yəni bunu samla hesablayır. Deyir, yəni bizim müştərilər ən çox bankda vəsaiti olan yaş qrupu hansıdır? Və onlara fokuslanaq. Burada artıq görürük ki, paylanma var. Yaş 15-dən başlayır. Və burada yavaş-yavaş 60, 64-65 idi, səhv eləmirəmsə maksimum yaş. Paylanma da təxmini bu formadadır. 15-dən hardasa 30-40 yaş arasına kimi, hətta 40-da orada biraz azalır. Yəni 30-40 yaş arası ən maksimum olur. 34 yaşlı görürük ən maksimumlardır. Bir nöqtə onu göstərir. Yəni bu cür paylanır. 34 yaşa, 35 yaşa kimi gəlir maksimuma. Sonra yavaş-yavaş yenə balansın yaşla birlikdə azalmasını görürük. 15-dən 34-ə kimi qalxır.
34'dən sonra artıq azalmağa başlayır. 2 numerik, yəni rəqəm, ədəd formatında olan sütunlar arasındakı əlaqədir bu. Yaşa görə olduğuna görə yaşı x aksisə qoyduq. X aksisdə age oldu. Bu formada və fikir verdinizsə, don't summarize. Bunu nə samını tapdıq, nə bir şeyini. Amma y-də olanda balansı gətirdik. Yaşa görə balansın dəyişməsini ölçürük. Əsas ölçdüyümüz burada balansdır. Balans necə dəyişib yaşa görə? Bu dəyişilən şeyi, dəyəri bilmək üçün gətirdik bura və biz bunu samla hesabladıq. Bunu kiçildək, hələlik qalsın burada. Sonra keçək görək nə maraqlı bir şey var. Deməli, date. Date'ə baxaq, 2017-ci ilin yanvar ayının 5-dən 17-ci ilin dekabr ayının sonuna qədər. Tamam, burada nə etmək olar? Date ilə bir trend göstərmək olar həmişə. Date ilə adətən trend göstərmək olur. Date əsas ona lazımdır. Trend adətən line chart, cluster column chart, yəni bunlar olur. Line chartı seçək. Date'i gətirək x aksisə. Tamam, burada bir dənə dəyəri də gətirək. Deməli, olsun balans. Y aksisə. Sum of balance. Burada gördüyünüz 2017'ni verir. Date formatında həmişə maraqlı bir şey olur. Hiyerarxiya. Gün, ay, rüb və il. Günü adətən silirik. Bizə günlük məlumat lazım olmur. Günü silək. Quarter da silək. Bu olduğu kimi qalır. Burada fikir verin. Expand all down one level in the hierarchy. Bir hiyerarxiya aşağıda göstərir artıq bu məlumatları. Burada il səviyyəsindədir. Və bunu basanda və ya bunu artıq 2 dənəsə fərqi yoxdur. Bu düşür artıq ay səviyyəsinə. Çünki burada il və aydır. Gün olsaydı düşəcəkdi gün səviyyəsinə. Burada görürük 2017-nin yanvarından dekabra qədər balans necə dəyişib? Sum of balans, cəm balans. Gəl indi buna da bir filtr verək. Tutalım bizə lazımdır ki, gəlin baxaq necə filtr vermək olar. Balansa baxaq elə, balansın özündən filtr verək. $11.000 10.000-dən yuxarı olan balansı olan müştərilər arasında gəlir. Hazır var. Is less than olsun 10.000.
Apply filter. Greater than bura. Tamam. O mindən aşağı çox az məlumat var. Ola bilsin ona görə artıq çox kiçik rəqəmlərdir. Greater than 10.000 apply filter. Olur növbəti vizual. Gəlin indi balansa görə top 10 müştəri sayını seçək. Bunu necə seçmək olar? Full name ilə də seçə bilərik, ID ilə də seçə bilərik. ID ilə seçək, çünki ad, familiya ola bilsin, təkrarlansın. Tamam. Seçirik customer ID. Yanına da balansı gətiririk. Sum of balans. Bunların hər biri bir müştəri deməkdir. Gəlin indi bunlara filtr verək. Tamam. Customer ID olsun. Top 10 müştəri seçirik. Top N. Bu olur. Top 10. Top 10'u yazdıq. Amma nəyə əsasən yazırıq? Sum of balans əsasən. Bura value. Bir value gətirmək lazım. Balansın özünü gətiririk yenidən. Və apply filter edək. Belə bir rəqəm çıxır. Və hissəsinə gələk biraz böyüdək. Burada rəqəmləri rəngini dəyişək. Background olsun bu rəng. Sum of balansa görə top 10 müştəri bunlardır. Yəni filtrdə gördünüz. Top N. Burada top N. Top N'in içində bottom N. Yəni ən aşağı olan, ən aşağı balansa sahib 10 müştərini də seçə bilərik. Apply filter vurdu. Ən aşağı balansa sahib 10 müştəri, onlar da bunlardır. Və qarşısında balansları yazılıb. Aşağıdan azdan çoxa doğru düzdür. Sonra gəlin bunların education səviyyəsinə görə necə dəyişməsinə baxaq. Boşluğa vuraq, education slicer verək. Buradan slicer'a vuraq. Primary education, yəni orta məktəb deyək də belə. Primary, hətta ondan aşağı səviyyədir, bizdə yoxdur. Primary education səviyyəsinə malik olan müştərilər arasında görə vəziyyət necədir? Vəziyyət yenə belədir. Secondary education'a aid olan müştərilər arasında vəziyyət necədir? Primary belə idi.
Secondary isə biraz belədir. Territory dəyişdirək və bilinmir, məlum deyil. Burada isə vəziyyət budur. Bu dağılma burada biraz daha geniş dağılıb. Heç bir filtri qoymayanda bu daha konkret olaraq hər şeyi daha rahat görmək olurdu. Unknown olanda görürük ki, bu dağılmağa, paylanmağa fikir verin. Yəni düzdür, yenə də burada 37 yaş ən pikdir. 30-40 arası həmişə pik olur. Bayaqki kimi, amma burada çox aşağılar da var. Burada bir şeyə də fikir vermək lazımdır. Buna məsəl üçün. Primary education'a malik ən aşağı balansa sahib 10 müştəri cəmi 9431 dollar vəsait varsa, secondary education ondan yuxarıda bu artıq cəmi 2545 dollardır. Bundan azdır. Tertiary education 2939, unknown ən çoxudur. Belə. Burada vermək olar hətta ümumi müştəri sayı. ID-dir. Müştəri olanda ancaq ID-ni tapırıq. KPI card, customer ID, gəldi kateqoriyaya düşdü. Bunu çəkək value hissəsinə. First customer ID bizə lazımdır. Count. Customer ID-nin elə belə ID sütunu lazımdır bizə. 164 dənə çıxdı. Burada ID sütunu var. Gəlin ondan eləyək. Biraz səhv saldım orada. Yenə də rəqəm eyni şey verir. 164 nəfərdir. Çünki burada unknown. Bunu filtr vermişik. Əslində daha çox 3994 nəfər. Buradan baxmaq olar. Primary education'da tutalım. 602 nəfər var və onların qadınlar üzrə və kişilər üzrə orta yaşı nə qədərdir? Primary education'a sahib olanlar arasında. Bunların paylanması necədir? Trendi necədir? Sonra paylanması necədir? Yaşa görə. Və yaş və balans paylanması necədir? Sonra gəlir secondary education. Burada görürük ki, artıq çoxaldı müştəri sayı. Primary education'da 602 nəfər idi. Secondary education'da 2025 nəfər. Burada hansı dəyişikliklər oldu baxaq. Bu cəm olduğuna görə burada primary education 4 milyondur. 4 milyon keçir. 4 milyon 900 min. Maksimum sentyabr ayında ona çatır. Amma secondary education'da bu artıq 20 milyona qədər gəlir. 16 milyon, 17 milyon. Maksimum yenə sentyabr ayındadır. Yəni belə. Tutalım indi vizual bir hesab. Bu indi bir səhifəli hesabatdır. Təsəvvür edin. Sizə suallar verilir ki, tutalım. Hər hansısa bir yerdə işləyirsiniz. Yəni imtahanlar da belə deyil, business case kimi də. İşdə də belə olur. Yəni deyilir, yaşa görə gender bölgüsünü göstərir. Bunu fərqli vizuallarda göstəririk. Sonra deyilir, ümumi müştəri sayı. Bu həmişə olur. Ən aşağı 10 müştəri sayı. Bu yəni daha çox bu top 10 olur, amma biz indi aşağını verdik. Yaşa görə paylanmanı, balansın paylanmasını göstərir.
Bizə maraqlı olan indi balansdır. Sonra bir də trendi göstərir. Və bunların education səviyyəsinə görə, təhsil səviyyəsinə görə necə dəyişdiyini göstərir. Suallar belə verilir biznes tərəfindən. Və biz də başlayırıq bu vizualları, bu suallara əsasən qurmağa. İmtahanda adətən belə bir şey deyim, ən çox nəyə fokuslanmaq lazımdır? Bu gedilən bütün prosesləri burada text box açırıq. Onun için şrift eləyək. Başlayırıq buradan yazmağa. Tamam. Seçək 12 şirin. Başlayaq yazmağa. Yazırıq ki cins bölgüsünə görə fərqli vizuallar quruldu. Sonra ümumi müştəri sayı üçün sayı üçün vizual. Burada da mötərizədə yazaq kart. Power BI kart qurulub. Sonra davam edirik, yəni yazmağa davam edirik ki, buradan filan şey quruldu, filan şey quruldu, filan göstərmək üçün prosedurları buradan izah edirik. Bunları izah edəndən sonra qısa bir şəkildə izah edirik. Əsas məsələ gəlir bunların necə dəyişməyi. Tamam. Dəyişmək buna görə qurulubdur da, indi buna görə verilir. Burada yazılır ki, primary education səviyyəsinə malik 602 nəfər var müştəri. Bunların yaşı, orta yaşı, qadın və kişilər üzrə belədir. Ən aşağı 10 müştəri, ən aşağı vəsait saxlayan 10 müştərinin ümumi balansı bu qədərdir. Trend belə dəyişir, yaşa görə belə. Secondary education'da isə belədir. Burada hətta verə bilərsiniz ki, primary education ən aşağı səviyyədə. Burada ən aşağı 10 müştəri 9431'dir. Amma secondary'də deyirsiniz ki, 2545'dir cəmi. Bu biraz maraqlı faktdır. Bunları buradan yazırsınız. Primary'yə aid fərqli, secondary'yə aid fərqli, tertiary və unknown hərəsinə aid fərqli. Bir-bir onların bütün vizualların necə dəyişdiyini izah edirsiniz burada. Tamam, burada bir yazılar yazarsınız. İndi izah edəsiniz. Bir də ki, imtahan vərəqində IT fənlərində adətən heç bir şey yazılmır. İndi bu fəndə ümumiyyətlə heç bir şey yazılmır. Ora nəyəcə indi özünüzdən qeyd edirsiniz, eləyə bilərsiniz. Bir qaralama kimi. Heç bir şey yazılmayacaq ora. Hər şey bu text box'a yazılacaq. Text box da buradadır. Bura yazılacaq və buradan imtahan yoxlayan da buradan yoxlayır. Heç kimə yəni vərəqlər verilmir IT fənlərində. Vərəqlər önəm daşımır. Çünki bitirəndə belə flash karta qoyulur. Vərəqlərdə yazdığınız heç bir şey nəzərə alınmır, onu bilin.